Hər vaxtınız xeyirli olsun, hörmətli dostlar, əziz xanımlar və cənablar. Mən Kamran Yaradanquliyev yenidən mikrofon önündəyəm və bugün ayı tamamlamışıq, yarılamışıq. Ayın 15-idir. Çox maraqlı bir təqvimdir. Hər kəsə zehni huzur arzu edə-edə nəhayət deyəsən biz özümüzdə zehni huzura qovuşuruq. Çünki bilmirəm havanın günəşli olmağıdır, bilmirəm asta-asta o arzu olunan iş mühitinin formalaşmağıdır. Şükürlər olsun günü-gündən çiçəklənən Azərbaycanımızda hər sahədə olduğu kimi bizim sahədə də işlər yavaş-yavaş qaydasına düşür. Bu bizi çox sevindirir və bu əhvaldan başlayırıq işinin peşəkarları ilə söhbətimizə yenidən davam etməyə. Efirimizdə müxtəlif sahələrdə işin adamları qonaq olurlar. Bir mənalı. Bugün də istisna deyil və qonağımız Crystal Group of Company şirkətlər qrupuna məxsus olan Crystal İnşaatın direktoru Elgün Məmmədovdur. Elgün bəy, salam əleykum. Mən də salamlayıram sizləri, dinləyiciləri salamlayıram. Biz də. Həm də izləyicilər də olacaq. Bir neçə gündən sonra efirimiz sosial şəbəkələrdə də yayımlanacaq. Amma hal-hazırda bizim əziz dinləyicilər sualınız olsa, ya 099 1925 nömrəsinə WhatsApp-dan yazın və yaxud sosial şəbəkədə İşinin Adamı layihəsinin web səhifələri var. Orada suallarınızı ünvanlaya bilərsiniz. Belə. Başlayaq efirimizə. Elgün bəy, Crystal şirkətlər qrupu əla, gözəl, çox uğurlu işlərə imza atır. Hamımız demək olar tanıyırıq, populyardır həm də. Və mən istəyərəm ki, bilməyənlər də bilsin. Ümumi şirkətlər qrupu olaraq hansı sahələri əhatə edirsiniz? Şirkətlər qrupu olaraq biz 2002-ci ildən əslində beton istehsalından başlamışıq. Birinci qol beton oldu. Bəli, betonla başlamışıq 2002-ci ildən. 2002-ci ildən, bəli, uzun müddətdir. 20 ildən çox təcrübə. Bəli, hətta ilərdə 24 ildə hətta. Ondan sonra 2018-ci ildə Crystal İnşaat olaraq təsis olunmuş. İnşaatın bütün sahələrində işlər görməyə başlamışıq. Ondan sonra 2020-ci ildən Crystal Group of Company şirkətlər qrupu yaradılmışdır. Bunun da tərkibində Crystal İnşaat, Crystal Beton, Crystal Pen, Crystal Qum Sınkıl və Crystal Mebel İnteryer olaraq bu işləri görməyə başlamışıq. Gözəl, əla. Gəlin indi bu qollardan əsas siz inşaata fokuslanacaqsınız. Bizim efirimizdə isə nəzərinizə çatdıraq ki, Crystal şirkətlər qrupunun müxtəlif sahələrini əhatə edən dəyərli dostlar bizlə birlikdə olacaq və mən həmişə bunu zarafat əhvalında olsa da, amma burada bir ciddi rəqəm var, ciddi bir reallıq var. Deməli, hörmətli dinləyicilər, bizim İşin Adamı layihəsinin artıq bir ildən çoxdur. Bu neçə 4-cü aydır da, düzdürmü? 16 aydır ki, bizim layihəmiz davam eləyir. Özü də fasiləsiz yayda belə çalışdıq. Bu müddət ərzində, maşallah, zaman necə keçirsə. Deməli, bu müddət ərzində İlgin bəy, biz sosial şəbəkədə bilərəkdən bir orqanik izləyici kütləsini görməyə görə bir qəpik belə reklama ayırmadıq. Bu ildən başlayıb strateji olaraq eləyəcəyik onu. Həmişə deyirəm, özü də diqqətlə baxırıq ki, görək hansı mövzuya və hansı qonağa daha çox baxış gəlib. Ən maraqlısı betona. Dəyərli bizim ağsaqqalımız Nurşaban müəllim. O elə qəşəng danışıb ki, reelslərdə də çox baxılıb, tam belə YouTube variantında da çox baxılıb. İnşallah ki, yenidən onun da yolunu gözləyirik, amma bugün sırf mövzumuz inşaatdır. Başlayaq inşaatdan. İnşaat olaraq hansı çərçivəni əhatə edir? Demək olar ki, inşaatın bütün sahələrində biz fəaliyyət göstəririk. Yəni binaların tikintisidir, sənaye binalardır, yol tikintisi, sonra şəhərlərin su kanalizasiya sistemlərinin yenilənməsi, bəli, yenidən çəkilməsi. Yəni inşaata aid bütün layihələrdə biz fəaliyyət göstəririk. Gözəl. Bəs daha çox da bizim layihələr dövlət sifarişli olan layihələrdir. Onu deyəcəyəm. Bəli. Yəni bu yöndə fəaliyyətimizi davam etdiririk. Gözəl. Deməli, sizin bu inşaatla bağlı layihələrinizdə dövlət layihələri də var, xüsusən Qarabağda var. Yəni istəyirsiniz bunu bölək. Gördüyünüz işlərdən danışıb və gördüyünüz işlərin müəyyən qədər o tərkib hissəsini, hansı məqamlara diqqət etdiniz? Yəni bir şirkət olaraq həm fiziki, həm zehni gücünüzü bir daha görmüş olaq. Başlayaq məsələn Xankəndi Dövlət Dram Teatrı. Siz burada yenidən qurma, yenidən bərpasını həyata keçirirsiniz. Biri var sıfırdan inşaata qurursunuz, biri var bərpası. Bunlar ayrı-ayrı istiqamətlərdir, yox? Bəli, əslində bərpa işi nə qədər belə asan səsləndirsin, amma biraz çətin peşədir, çətin işdir.
Xüsusən də Qarabağda bunun olması, işğaldan mənəvi azad tərəfi olunmuş var. torpaqlarda olması, yəni bizim şirkət olaraq bunun bərpasını icra eləmək bizim üçün həm qürur verici hissdir, həm də belə böyük bir məsuliyyətdir. Çünki bu gələcəyə ötürülən bir işdir. Yəni bu hazırlanacaq, burada tamaşalar olacaq, səhnələr olacaq. Yəni çox böyük hisslər. Oradakı emosiyalar təsəvvür etsən. Biz də bunun bərpasını qoruyaraq, yəni işğaldan azad olunandan sonra nə qalıbsa, onun üzərində işləyərək, bərpa edərək inşallah ortaya bir şey çıxardacağıq. Yaxşı nəticələr olacaq. Uğurla tezliklə açılışı gözlənilir oranın. Qarabağ zonasında işğaldan azad olunmuş torpaqlarımızda görülən hər bir işin insan sanki iki ruhla iş görür. Eynən. Adi sən ora belə deyim, gəzməyə də gedəndə iki əhval, iki ruh gedir burada. Biri xoşbəxtlikdir, biri də təəssüf ki, ayda gör nə günə qoyublar buranı. Vay, gör nə günə qoyublar bura. Mən əminəm ki, bu Xankəndi Dövlət Dram Teatrını da o vəziyyətə qoyublar. Bəli, eynən. Yəni gör indi orada nələr olub və nə vəziyyətə salıblar onlar. Bina, yəni oranı dram teatrı kimi fəaliyyəti olmayıb da, bunu bir ambar kimi, bir nəsə kimi istifadə ediblər. Yəni bu da heç yaxşı hal deyil. İndi bunun bərpası biz tərəfdən icra olunur. Hal-hazırda davam edir. Bəli, davam eləyir. Bəzək işləri gedir. Xankəndin hansı tərəfində? Girişdə, mərkəzdə, təxmini stadiona yaxın? Düz yeni açılan Xankəndi abidə var. Düz onun yanındadır. Aha. Bəli, parkın düz yanındadır. Bildim, hə. Yan tərəfdə parka baxır. Çox gözəl görüntüsü var. Stadiondan biraz yuxarı. Bəli. Yəni səhifələrdə paylaşılır videoları. Yəni fasadını biz tam şəkildə yenilənmişik, həyatını yenilənmişik. Yəni çox gözəl görüntü yaranıb. Deməli, əziz dostlar, o abidənin lap əvvəlinə mən baxmışdım və bir ildən çox vaxt keçdi də abidə burdadır. O bir ilin içindəki o dəyişikliyi görəndə dedim, budur da, bax vətənə sevgi, torpağa sevgi budur. Bəli, eynən. 30 il işğalda qalıb torpaqlarımız və 30 il ərzində maksimum etdikləri bir şey siz demiş ki, ambar idi. Bəli. Və yaxud nə bilmir, tövlə. Amma biz bunu necə möhtəşəm, biz tarixi abidələri də yaradırıq orada. Ona görə də var olsun dövlətimiz, Azərbaycanımız və xalqımız. Çünki biz xalq-dövlət bərabərliyini görüb daha da gözəl günlərə doğru inşallah ki gedəcəyik. Xankəndidəki layihədən danışdıq. Amma Qarabağımızın göz bəbəli Şuşada var. Siyahıda təbii ki. Şuşa şəhərində də yaşayış komplekslərinin tikinti işlərini görürsüz. Bəli, hal-hazırda davam edən layihələrimiz sırasındadır Şuşada. Bu hansıdır? Yəni hansı layihədir bu? Şuşada D4 yaşayış massivi var. 12 yaşayış binasının tikintisidir. Hal-hazırda 5-6 mərtəbəli yaşayış binalardır. Hal-hazırda bizim tərəfimizdən icra olunur bu işlərdə. Bu dəqiqə orada iş gedir. Bəli, bu dəqiqə işlər gedir. İnşallah bu ilin payız aylarında yekunlaşması nəzərdə tutulur. İnşallah. Bu çox sürətli, keyfiyyətli şəkildə yəni o işlərdə icra eləyirik. Orada necə sıfırdan qurdunuz yoxsa köhnə binalar? Bəli, yox, sıfırdan binaların tikintisidir orada. Nə gözəl. Gözəl, bəli. Adamın başqa əhval təqdim edir. Bəli, Xankəndidir, Şuşadır. Ümumiyyətlə Qarabağın hər yerində iş görəndə belə onu vurğulayım ki, bizim Kristal İnşaat 2018-ci ildən təsis olunub. 2 il sonra da torpaqlarımız işğaldan azad olunub. Bizim fəaliyyət dövrümüz daha çox Qarabağ istiqamətində olub. Yəni Qarabağda da yəni bu görülən işlər yəni həm ikitərəfli məsuliyyətdir, həm qürur verici hissdir. Yəni çox böyük adama qürur hissləri gəlir. Hər dəfə Qarabağa gedib gələndə, bu işləri görəndə, təhvil verdiyimiz layihələrə baxanda yol adamı gözünə də görsən. Bəli, eynən. Və təhvil verdiyiniz işlərə baxanda düzə ilk olduğuna görə deyirsən gör burada 100 ildən sonra nə olacaq? Burada nəvələr, nəticələr gəzəcək. Eynən. Mən qeyd edim ki 099 1925 nömrəsinə hörmətli dinləyicilər WhatsApp-dan sual göndərə bilərsiniz və yaxud bizim sosial şəbəkələri də yazırsınız. Mən indi onlardan birini oxuyum. Deməli, həm hava limanı mövzusuna da deyəsən biz bugün toxunacağıq. Bununla bağlı da bir qəşəng ürək sözlərini yazıblar. Kimsə sizi tanıyan dostlardan, amma həm də sualımız var. Fazil bəy yazıb. Deməli, mənim 3 mərtəbəli villam var, Allah xeyir versin. Yenidən bərpa etmək istəyirəm. Siz belə işlər edirsinizmi? Yəni belə fərdi yaşayış evlərinə siz
Biz daha çox işlərimiz yəni dövlət sifarişli olan layihələrdir, amma belə işlərə də yəni icrasını eləyirik yəni. Amma sadəcə burada zamanlama lazımdır. Bəli, Yəni zamanlama. böyüməyin özü də gərək hesablamalı Bəli, böyüsün. eynən. Elə yalnız sifariş qəbul edim, sonra cəmaətin işi yarımçıq qalma. Siz maşallah olsun, həmişə nəfsinizi idarə etmisiniz. Bəli, eynən. Bu Zəngilan hava limanından da istərik danışaq. Oradan siz işlər görmüsünüz. Bəli, biz Zəngilan beynəlxalq havanın tikintisində müəyyən işlər biz görmüşük. Bir də orada Horadiz Cəbrayıl Zəngilan Ağbənd yolunun tikintisini biz icra eləmişik. Kristal inşaat olaraq. Bəli, bu işləri biz görmüşük orada. Əla. Tikintidə nəyə qənaət etmək olmaz? Nəyə qənaət etmək olmaz? Qətiyyən olmaz. Qətiyyən olmaz. Ümumiyyətcə tikintidə qənaət etmək olmaz betona, armatura. Əsas məsələ. Yəni bu beton Sizin şirkətin rəhbərliyi Bəli. çox diqqət edir o mövzuya. Bəli. Və onların da bu mövzuya diqqət etməyi mənim sizin şirkətlər qrupuna ayrıca bir Bəli. inamımı, Bəli. sevgimi, simpatiyamı bir daha yaradır və məhz buna görə də yəni sizin özünüzün xəbəriniz yoxdur təbii ki. Mən kənarda hər yerdə Bəli. mən sizin şirkətin birinci ən böyük üstünlüyünü bunu deyirəm. Deyirəm bu olandan sonra qalan da özünüz bilərsiniz də. Yəni bu digər dostlara deyəm, şirkətdə nə axtarırsınızsa da bilmirəm. Amma o beton armatur yerində olanda gir ailənlə rahat yaşa. Elə özün tək yaşasan belə. Əlbəttə, yəni beton və armatur, yəni o necə deyim, yəni belə biraz seyildə deyim, sadəcə material deyil. Bu həm də təhlükəsizlikdir, ondan sonra davamlılıqdır, uzun ömürlülükdir. Yəni beton deyim ki, möhkəmliyi ilə seçilir. Armatur da həmçinin bünövrələrdən tutmuş sütunlara, rigellərə, döşəmələrə qədər hər yerdə betonun gücünü görürük. Lakin betonun bir zəif tərəfi o dartılmaya qarşı dayanıqlı deyil. Burada da armatur dövrəyə girir. Yəni ikisi birləşir. Ola bilər. Və ikisi birləşir, armatur beton, dəmir beton, bu da daha möhkəmlilik, daha uğurlu nəticə yaradır. Yəni bu ikisinə qənaət etmək olmaz. Sex malı istifadə etmək olmaz, betonun markasından əks etmək olmaz. Yəni bunlar çox vacib məsələlərdir. Bu beton mövzusu həqiqətən çox vacib. Bəli, çox geniş mövzudur. Bizim Nuşaban müəllimə baxdı, çox danışıb beton mövzusunda. Mütləq ona da inşallah efirimizə qonaq oldu bu mövzulara toxunacağıq. Bəli. Daha bir dinləyicimiz yazıb, Nihat bəy, xaricdə layihələr edirsinizmi? Biz xaricdə yerləşən yaşayış kompleksləri varmı? Biz hazırlaşırıq tenderlərdə iştirak etməyə, xarici layihələrdə inşallah gələcəkdə planlaşdırırıq. Yəni bu layihələrin icrasını. İnşallah. Niyə də yox. Bizim hörmətli izləyicilər və dəyərli xanımlar və cənablar, efirimiz həftəyə 2-5 gün dəyərli işin adamları ilə birlikdə davam edir. Sualınız olsa 099 1925 nömrəsinə yaza bilərsiniz. Daha belə bir sual var ki, məsələn bir layihə var, yaşayış kompleksidir. Onun bütün inşaat işləri üçün siz mühəndis komandasını xaricdən mi dəvət edirsiniz, yoxsa yerli mühəndislər çalışır? Yox, biz normalda demək olar ki, bütün yerli mühəndislərlə çalışırıq. Peşəkar mühəndislərə axtarırıq, tapırıq, bunlarla çalışırıq. Amma kadr çatışmazlığı var. Bəli, bu sahədə o da ondan yaranıb ki, bizim hal-hazırda inşaat sektoru çox genişlənib, yəni ölkədə, Qarabağda daha çox inşaat sektoru var. İnşaat firmalarının da bu saat sıxıntı yaşadığı tərəfləri peşəkar, ixtisaslı kadr çatışmamazlığıdır. Peşəkar ustaların çatışmamazlığıdır. Biraz sıxıntılar bunlarda var. Yəni işlədiyimiz hamısı yerli mühəndislər. Elə onda nə edirsiniz? Xaricdən dəvət edirsiniz? Yoxsa xeyr, indi adam imtina da eləyə bilmir layihələri. Necə deyəsən ki, sifariş çoxdur, kadrlar belə də məhdud. Hələ məhdud dediyimiz, yəni ən böyük bu dəqiqə işçi qrupu, komanda olan şirkətlərdən birisiniz. Bəli, eynən. İndi gör nə qədər də maşallah olsun. Layihələr çoxaldıqca işçilərə ehtiyac olur, mühəndislərə ehtiyac olur. O baxımdan biraz sıxıntı yaşanır, amma şükür Allaha yaxşıdır, hər şey qaydasında gedir. Şükür. Bəli. Bu sahədə təcrübə model olaraq deyək ki, götürsək, varmı ki, məsələn, deyək ki, bu şərq modelidir, bu nə bilim, qərb modelidir və s. Olur ümumiyyətlə sizin sahədə, inşaat sahəsində? Yəni bunun kökü, bunun ensiklopediyası, bunun
O daha çox memarlıq Hardan gəlir? tərəfləridir. İnşaatın memarlıq tərəfləri bəli olur. İnşaatda yoxdur. İnşaatın bəlli bir İnşaatda icra standartı. olunur. Sadəcə olaraq memarlıq tərəfidir onun, inşaatın memarlıq tərəfidir belə deyim. Yəni onda bizim memarlar çalışanda və yaxud da sifariş tərəfindən olanda onun üslubları göstərilir. Şərq üslubu, qərb üslubu və yaxud da belə. Aydındır, aydındır. Əminə xanım yazır ki, bir layihəni tam təhvil verməyiniz neçə ay və yaxud neçə il çəkir? Təhvil vermə müddəti nədən asılıdır? Hə. Bir layihənin o həcminə baxır, qoyulan müddətə baxır. Dediyim kimi bizdə sifarişlər dövlət sifarişləri olduğuna görə götürülərkən vaxtları qoyulur ki, məsələn, bu layihənin müddəti 12 aydır, bir layihənin müddəti 16 aydır. Bu da hansı ki, qoyulan vaxtda düzgün planlaşdırılıb, maksimum planlaşdırırıq ki, qoyulan vaxtdan da daha tez başa çatdıraq, keyfiyyətlə başa çatdıraq. Yəni o layihənin böyüklüyünə görə onun vaxtı bəli, planlaşdırılır. 5 binadır, bəli, bəli. Bir də hər sahənin öz mükəmməlliyi var. İnşaat sahəsinin hansı öz mükəmməlliyi var sizcə? İnşaat sahəsinin mükəmməlliyi Sizə görə nədir bax? Belə baxanda o möhtəşəmliyi xüsusi olaraq mükəmməllik odur ki, məsələn inşaatda hansısa bir tikintini eləyirsən, kənardan baxanda deyirsən, bu necə mükəmməldir, necə gözəldir, adama belə qürur hissi verir də. Bir o vardı, bir də digər tərəfdən vardı, görünməyən tərəflərin mükəmməlliyi vardı. Sən işini icra Onu lap adam qurur ki. Bəli, sən işini icra eləyirsən, məsələn beton içində armatur qoyulub, düzgün qoyulub, amma görünmür. Ondan sonra divarların içində kommunikasiya xəttləri, elektrik xəttləri çəkilib, bunlar mükəmməldir, amma görünmür. Yəni Amma sən öz güvənlisən. öz güvənlisən, bəli, vicdanın var ki, sən yəni bu işi mən dürüst görmüşəm, keyfiyyətlə görmüşəm. Bu yəni bunun özü bir mükəmməllikdir. O kabel mövzuları var ya, çox Bəli. vacibdir. Bəli, çox vacib. Məsələn, təkcə kabel yox, kabeldir. Yəni üstə örtülən bütün işlər yəni keyfiyyətlə olmalıdır. Sirri qutudur da. Bəli, bəli. Bir sual. Bəli. Deməli, ümumi mənzərəyə baxsaq, Mhm. inşaat çoxalır ümumi respublika. Vəziyyət necədir? Yəni mərdi qovub namərd edirlər, yoxsa namərdlər də mərdlərə baxıb məcburiyyətdən mərdləşirlər? Yox, yəni inşaat Ümumi vəziyyət. ümumi vəziyyət hal-hazırda dediyim kimi inşaat çoxdur bizdə. Yəni Azərbaycanda sizin Bəli, inşaat sahəsindəki bəli. vicdanlı yanaşma qane edir belə də, yoxsa Yəni o deyir qurunun oduna yaşayanır, həmin söhbətdə axı. bəli, orası elədir, amma inşaat firmaları özümüzdən götürürük, belə tanıdığımız firmalar da vardı. İndi siz bir kənara qoyun. Bəli. Yəni Hə, başqa mı? Hə, bəs əlbəttə başqa. Yəni sizdən ümumi, yəni sizə nə şübhə? olur, bazarda, inşaat bazarında tək Azərbaycanda yox, hər yerdə olur. Yəni o hansı ki işini söz verir, Bir aralar vaxtında çox icra dəqiq eləmir. də, məsələn, Bəli. vaxtında verilmir. Artıq Bəli. alan da bununla taleyinə Bəli, qarışır. eynən. Keyfiyyətsiz. Sonra baxırsan, bunu hələ için demir. Çölündən başla artıq bina tökülür. Deyirsən, bunun içi gör nə gündədir. Belə ola bir müddət yarandı ki, insanlar sanki dedi ki, yox, belə olmur. Usta almaq da olmur, satmaq da olmur. Başladı düzəlməyə. Sonra bu düzələn istiqamət elə düz getdi, yoxsa Bəli, düzəlməyə doğru gedir. Yəni inşaat sahəsi Ümumi mənzərə. ümumi bəli, çox yəni əvvəlki illərə baxanda günü-gündən daha da inkişaf etmiş olur, daha da böyüyür. O necə deyim, o siz dediyiniz kimi söz verib vaxtında çatdırmamaq, bir də layihələr var idi. Bəli. Başlayır 3-4 mərtəbə qalxır betondan, sonra dayanır. Dayanır. Qardaş nədir, maliyyəsini düzgün idarə edə bilmir. Bəli. Ortada yanan elə öz pulda olur. Bəli, öz pulda olur, Camaatın müştəri pulu. də olur. Böyük sıxıntılar yaşanır. Söhbətlər var idi, bir nəfərə bir evi 3-4 nəfərə satırdılar, eləyirdilər. Yalnızda o söhbət. Bəli, İndi yox, bəli. şükürlər olsun. Bəli. Qulağa dəymir. Belə, hörmətli dostlar, nəzərinizə çatdıraq ki, İlgin Məmmədov bizlə birlikdədir. Crystal Group of Company şirkətlər qrupuna məxsus Crystal İnşaatın direktor işin adamı layihəsi davam edir. Sponsor məlumatı. Estet Engineering-dən danışaq, yüksək texnologiyalı avadanlıqların satışı, layihələndirilməsi, açar təslim həllərinə qədər biznesinizə güc qatır və rəsmi nümayəndəsi olduğu Relco brendindən danışaq. 100 ildir ki, mühəndislik təcrübəsini qoruyaraq sənaye, kommersiya və kritik obyektlər üçün güclü və uzun ömürlü generator həlləri təqdim edir. Estet Engineering Relco generatorlarının satışı, texniki servisi ilə fasiləsiz enerjini bərpa edir. 012 497 17 16 051 205 45 45.
beynəlxalq səviyyədə həm beynəlxalq hospitaldan danışaq, çünki bütün texnoloji baxımdan, peşəkar komanda, həkimlər baxımından standartlara cavab verərək 7-24 xidmətinizdədir. Uşaq sağlamlığı, ailəvi fərq etməz. Əlaqə nömrəsi 803 və yaxud 051 201 71 01-dir. Al qrupdan danışırıq. Eviniz və yaxud ofisiniz üçün keyfiyyətli laminat parket axtaranlar Al qrupa müraciət edə bilər. Al qrup sizə dayanıqlı və estetik görünüşlü parketlər təqdim edir. 052 278 0014 əlaqə nömrələridir. Enadver şirkəti isə paslanmaz poladdan hazırlanmış qabarıq hərf, çöl reklamı, məkan daxili reklam, geniş formatlı çap, pilonlar, maketlərin hazırlanması və sərgi stendlərinin hazırlanması xidmətlərini sizə təqdim edir. 055 515 75 15 onların əlaqə nömrəsidir. Təmiz azdan danışaq dostlar, ofislər üçün peşəkar təmizlik xidməti təqdim edən şirkət, həm də evləriniz üçün təmiz az saytına daxil olanda görəcəksiniz ki, təmizlik xidmətini də təqdim edir. 05803 0088, hətta ola bilər ki, gündəlikdə siz onlara əməkdaşlıq edəsiniz, onlar gəlib sizin xidmətinizdə dayanırlar. Profitez IPM-dən danışırıq. Şirkət olaraq 050 520 04 01 nömrəsinə zəng edin. 15 ilə yaxındır ki, dezinfeksiya xidməti sahəsində peşəkar təcrübəyə sahibdir. 7-24 xidmətinizdədir. Şirkətin rəhbəri dəyərli Elvin müəllim başda olmaqla bütün peşəkar komandaya salam olsun. Profitez IPM-ə müraciət edin. İşin adamı efirdədir, əziz dostlar, xoş gördük hər birinizi. Mən Kamran Yaradanquliyev, mikrofon önündəyəm hal-hazırda və bizi layihəmizin ikinci hissəsində də dinləyənlərə salamlayıram, təşəkkür edirik və qonağımız Crystal Group of Company şirkətlər qrupuna məxsus olan Crystal İnşaatın direktorudur Elgün Məmmədov. Elgün bəy, bir daha salam. Salam, bir daha salamlayıram. Dinləyicilərdən salamlayıram. Əla. Dinləyicilər maşallah aktivdir, suallar da gəlir. Amma sualları keçmədən öncə mən bir daha təklif edirəm ki, indi ikinci hissədə də yeni qoşulanlar var, işdən biraz tez çıxanlar var. Radio qulaq asanlara bir daha şirkət haqqında məlumat verərdim. Bizim şirkət Crystal Group of Company olaraq fəaliyyət göstərir. Crystal Group of Company tərkibində Crystal İnşaat, Crystal Beton, Crystal Mebel İnteryer, Crystal Pen, yəni plastik qapı, pəncərə, sistemlərin yığılmasıdır. Yəni bu şirkətlərin tərkibində Crystal Group of Company, bu şirkətlər Crystal Group of Company tərkibində olaraq fəaliyyət göstəririk. 2020-ci ildən təsis şirkət qurulub, amma Crystal İnşaat olaraq biz 2018-ci ildən fəaliyyət göstəririk. Yəni inşaatın bütün sahələrində öz fəaliyyətimiz var. Bugünkü gündə də layihələrimiz davam edir. Bizim 099 1925 nömrəmiz var. Buradan suallar gəlir WhatsApp-dan. Maraqlı suallardan biri də Züleyxa xanım tərəfindən ünvanlanıb. Tikintidə istifadə etdiyiniz məhsullar yerlidir, yoxsa xaricdən sifariş edirsiniz? O tikintinin tələbinə uyğundur. Yerli malda istifadə olunur, xaricdən də mallar istifadə olunur. Yerli malların keyfiyyəti artıb yox? Bəli, artıb, bəli. Yəni, tələb olandan sonra artıb. Yəni, bəli, keyfiyyəti hətta deyərdim çox yüksəkdir yerli malların əksəriyyətinin. Bu saatda üstünlük verilir ki, daha çox yerli mallardan istifadə olunsun. Bu yerli mallarda istehsalçı işini sizin kimi aşiq olan dostların 3-4 nəfər fərqli sahədə, biri dəmirdə, biri digər sahədə deyir ki, 3-4 dənə məhsul qoymuşam satışda və deməmişəm hansı bizimdir. Amma demişəm ki, bunlarsa xarici də var, bizimki də var, seçin ən bəyəndiyinizi. Ən xoşuma gəlmir ki, bizimkinin belə bir tərəfində olublar, amma bilməyib də bu bizimkidir. Ondan sonra o artıq pərdə qalxır ki, yerli maldırsa keyfiyyətsiz deyil. Yerli mal hətta keyfiyyətli də ola bilir. Bəli, əlbəttə keyfiyyətli olur, standartlara cavab verir. Bəli, çox yəni inkişaf var bu material istehsalında Azərbaycanda. Gözəl. Deməli, layihənin təyinatına uyğun olur da. Bu harda və yaxud hansı formatda, hansı şərtlərdə xaricdən olmalıdır, hansı şərtlərdə yerli? Məsəl üçün, dövlət tenderlərində sifarişin olan layihələrdə daha çox üstünlük verilir yerli mallara. Amma məsələn, hansı ki bir özəl sektorda, özəl bir tikintidə, məsələn, o müştərinin istəyinə görə xarici mal qoyula bilər, İtalyan ola bilər, fransız. Yəni, o müştərinin istəyinə bağlı şeydir. Orada dəyişir. Onun da özünün səbəbləri var. Bəli, eynən. Yəni, bu mal istəyir, marka istəyir. Deməli, siz ümumiyyətlə, belə baxanda güclü mövqe, güclü bir status qazandınız qısa müddət ərzində. Nəyə borclusunuz bunu? Şirkət olaraq necə oldu ki, bu qısa müddətdə bu hörməti, etibar qazana bildiniz? Mən deyərəm ki, yəni keyfiyyətli, etibarlı, düzgün idarə etmədədir bu. Yəni
lor dildə desək, sözümüzün Ağası. ağası, bəli. Söz veririk, vaxtında da icra eləyirik işləri. Keyfiyyətə də dəymədi. Bəli, keyfiyyətinə dəymədən. Bu da yəni böyük bir şeydir. Müştəri məmnuniyyəti, sifarişçi məmnuniyyəti. Yəni budur, məsələ budur. Bəs sizin sahədə belə narahat edən hansısa bir problemlər adətən nələr olur? Kadr çatışmazlığı bildik. Başqa olur məsələn bu saat tikintinin hansı ki uzanma prosesləri olur. O da yəni inşaat firmalarına yəni Ziyan vurur. Bəli. Hava ilə bağlıdır. O da ki yox, şeylə bağlıdır. Hava şəraiti də rol oynayır burada. Daha çox seçimlərdir, qərarlardır. Yəni bu şeylərin gecikməsində bu da gətirib gecikmələrə çıxardır. Bəli, bəli, bəli. Gəlin təyinatlara bölək. Məsələn, siz bildiyim qədərilə prokurorluq binalarında tikirsiniz, düzdür? Bölək layihələri, dövlət sifarişlərində də iştirak edirsiniz. Hansı istiqamətdə yaşayış var, inzibati binalar var və s. Və bunlar arasındakı oxşar fərqli cəhətlər, nələr burada olur, burada olmur. Birlikdə birində insanlar yaşayır, axşam orada qalır. Birində saat 6-dan sonra çıxıb gedirlər, bildik. Amma tikintidə sizin terminlə və yaxud sizin yanaşma ilə bilmədiyimiz nələri bizə bildirə bilərsiniz? Misal üçün, inzibati binalarda tikintisində daha çox xüsusi standartlara və təhlükəsizlik qaydalarına ciddi əməl olunur. Təhlükəsizlik binanın həm fiziki, həm texniki baxımdan qorunmasıdır, keyfiyyət standartlarıdır, tikinti işlərinin yüksək səviyyədə aparılmasıdır. Sonra dövlət tələbləri və normativləri var. Bütün layihələr qanunvericiliyə uyğun icra olunur. Yəni bu inzibati binalarda bunlar olur. Sonra hansı ki mühəndis sistemlərdir, burada daha çox tələb olunan zəif axındır, internetdir, ondan sonra texnologiyadır. Bunların işləməsi üçün daha üstünlük verilir də bu inzibati binalarda. Bu da hamısı yüksək səviyyədə olmalıdır. Amma yaşayış binalarında tam fərqli. Yaşayış binalarında komforta üstünlük verilir, keyfiyyətə üstünlük verilir, daha çox bu yöndə olur. Gözəl. Maraqlı səmimi bir Davud adında dinləyicimiz yazıb. Dinləyici olaraq maraqla dinləyirəm. Təşəkkür edirik sizə. Bir layihədə məsuliyyət daha çox bir mühəndisdə olur, yoxsa layihə rəhbərində? Bilmirəm. Onun sualıdır, Davud bəyin sualıdır. Mən deyərdim ki, məsuliyyət inşaat sahəsində işləyən hər bir şəxsdə olmalıdır bu məsuliyyət. Daha çox idarə edən şəxsdə olur, layihə rəhbərində olur. Layihə rəhbəri də bölüşdürür hissələrə, inşaat mühəndislərinə bölüşdürür. Amma məsuliyyət olaraq mən deyərəm ki, inşaat sahəsi belə sahədir ki, yəni insan faktoru var da burada, insan həyatı var, insan yaşayacaq, insan işləyəcək bu tikilinin içərisində. Yəni layihə rəhbərindən tutmuş, hətta direktordan tutmuş, ta ki ustaya qədər, fəhliyə qədər hamı məsuliyyətli və necə deyim, canla başla işləməlidir, düzgün işləməlidir ki, vicdanla işləməlidir. Bəli, ən böyük məsələ budur. Çünki elə gözə görünməyən bir anlar olur ki, yəni bu adam bunu eləməyə də bilər. Məsələn, bunu buradan bura qoymaya bilər. Bəli, eynən. Adi elə gözlənmədən də o zərrə qədər məsələdən bir böyük problemdə yaşanır. Eynən, misal üçün elə o yəni tikintinin necə deyim, düzgün formalaşması, düzgün planlaşdırılması, düzgün nəzarət həm keyfiyyətli iş çıxardır ortaya, həm də qənaət bəxş eləyir də firma. Yəni o da necə olur? Məsələn biz layihə təqdim olundu. Layihə təqdim olunandan sonra bunun ilkin olaraq planlaşdırılması nəzərdə tutulur. Planlaşdırılır ki, hansı müddətə bitəcək, necə bitəcək, neçə işçi ilə bitəcək, hansı işlər tələb olunur, bunlar çıxarılır, sonra material hesaba çıxır. Bütün material çıxarılır ki, tikintinin əvvəlindən A-dan Z-yə nə material lazım olacaq bizə. Sonra bu bizdə yüklənir sistemə, sonra mərhələli şəkildə sahələrə göndərilir. Alıcıdan, satıcıdan çıxandan düz istifadə oluna qədər, sahədə ustaya qədər nəzarət olmalıdır ki, ona sən həm düzgün keyfiyyətli iş çıxardasan ortaya, həm də qənaət eləyəsən. Düzgün istifadə olunmasına nəzarətdə saxlaya biləsən. Yəni məsələ budur. Düzgün planlaşdırma, nəzarət və keyfiyyətli iş. Nəzarətlə düzgün hesablama çox vacib bir məsələdir. Bəli. Həqiqətən də. Ümumiyyətlə bir də ki bir məsələ var. Ümumiyyətlə hər layihənin özünün materialları olur da. Burada sifariş edən tərəfi bildik. Bir də özünüzün də yanaşma mövzunuz var. Burada hər halda təcrübənin artıq dediyi sözləri var da. Yəni bundan əvvəl görmüsünüz hansısa bir material özünü doğrultmayıb və s. Bu təcrübə sizin sahədə minimum neçə ildən sonra başlamalıdır? Rəsmi şirkət qeydiyyatını demirəm. Məsələn, inşaat sahəsində bir insanın, bir şirkətin, başında dayanan şəxslərin bu sahədə təxmin minimum neçə il təcrübəsi olmalıdır ki, mən güvənim ondan iş görüm, sizcə?
Çünki hər pul olub inşaat görən adama demək deyil ki, inşaatçı. Əlbəttə, yəni mən fikirləşirəm ki, minimum 5 il bu təcrübəsi Minimum olmalıdır ki, bu sahədə, yəni nələrsə eləsin, minimum 5 il. Minimum. Bəli, eynən. Ki, ən azı bu 5 ildə Bəli. ən az 1-2 dənə layihə təhvil də Bəli, eynən. İcra elədiyi layihələrə baxmaq lazımdır. Hansı yöndə işlər görüb, nə işlər Ayşə. görüb, yəni Bunların hamısı bir mənalı referanslardır. bəli. Əziz dostlar, siz sualları ünvanlamağa davam edin 099 1925 nömrəsi ilə. Mən isə nəzərinizə çatdırmaq istəyirəm ki, qonağımız Elgün bəydir. Elgün bəy Crystal Group of Company şirkətlər qrupuna məxsus olan Crystal İnşaatın direktorudur. Sponsor məlumatı. Qarabağdan danışırıq, şükürlər olsun bu günə. Hətta Xankəndidə yerləşən tikiş fabriki olan Askotondan fəxrlə danışmaq istəyirəm. Doğma torpağımız Xankəndi şəhərində yerləşən Askoton tikiş fabriki yerli istehsal ilə hər növ işçi geyimlərinin tikişi, topdan satışını həyata keçirir və ümumiyyətlə Askoton olaraq bir çox tikişlə bağlı bir fabrikdə nələr ola bilərsə hər biri də orada öz əksini tapmaqdadır. Əlaqə nömrəsi 055 212 55 00. Senna şirkətlərindən danışaq. Lift, eskalator, travelator, avtopark sistemləri, platform mühafizə qapıları təchizi, quraşdırılması və texniki servisi ilə məşğul olan şirkət 050 444 70 70 nömrəsi ilə əlaqə saxlasa sizə xidmət göstərəcək. Qüsursuz nitq psixologiya mərkəzindən danışıq. Uşaqlar və böyüklər üçün peşəkar loqoped, psixoloji dəstək və fərdi inkişaf proqramları təqdim edən şirkət nitqin açılmasına böyük nəticələr verən xüsusi aparatlar, müasir sistemlər tətbiq edir. 055 485 75 25 onların əlaqə nömrəsidir. Esmira xan başda olmaqla bütün komandaya uğurlar. Müasir LED ekranlar ilə mesajınız həmişə yadda qalan olmalıdır. Ona görə də Piramida Reklam öz təcrübəsini sizdən bölüşməyə hazırdır. İstər sərgilərdə, istər çöl reklamlarda, istər daxili reklamlarda. 050 242 01 61 nömrəsi ilə əlaqə saxlayın. Başda Əbülfəz müəllim olmaqla bütün komandaya uğurlar. Zira Olivesdən danışaq dostlar, təbii və keyfiyyətli zeytun məhsullarının istehsalı ilə məşğuldur. Azərbaycandan bütün dünyaya onlar öz zeytunları fəxrlə təqdim edirlər və bütün keyfiyyət standartlarında da cavab verirlər. 050 339 13 93 onların əlaqə nömrəsidir. Və Malifdən danışaq, Azərbaycan liflərinin digər qaldırıcı qurğuların texniki istismarını vahid sistemdən idarə edən bu platforma 077 228 0085 nömrəsi ilə əlaqə saxlayıb ətraflı sizə məlumat verməyə hazırdır. Hər vaxtınız xeyirli olsun. Bir daha mən Kamran Yaradanquliyev işin adamını təqdim edirəm. Efirimizdədir. Elgün Məmmədovdan söhbət gedir. Crystal şirkətlər qrupuna məxsus Crystal İnşaatın direktorudur Elgün bəy. Əziz dostlar, həftə içi 5 gün yayımlanır bizim layihəmiz. Yeni dinləyicilərin nəzərinə çatdırmaq istəyirəm və bizi çalışın sosial şəbəkələrdən izləyin, elə işin adamı yazıb, amma ingilis hərfləri ilə SH bu formada yazın ki, istəyirik bütün dünyadan bizi tapa bilsinlər. Niyə? Çünki bizim çox aktiv bundan sonra mükafatlar oynanılacaq. Bütün sponsorlardan hədiyyələr sizə təqdim olunacaq. Çox maraqlı bir dinamika yaşanacaq layihəmizdə. İstəyirik siz də sadəcə bizi dinlədiyinizə görə hədiyyə qazanasınız. Hədiyyələr cəm şəklində. Və Elgün bəylə söhbət davam edir. Elgün bəy, Bəli. bu məqamda da yeni qoşulan dinləyici var. Heç şübhəsiz. Hər saniyə ehtimal var ki, yeni dinləyicilər qoşulur layihəmizə. Bir daha xatırladaq. Sizin şirkət nə iş görür? Bizim şirkət Şirkətə qrupu və inşaat. Bəli, Crystal Group of Company olaraq Crystal İnşaat, Crystal Beton, Mebel İnteryer, Crystal Pen, Crystal Qum Çınqıl bu şirkətlər cəmlənmiş Crystal Group of Company tərkibində. Mən də Crystal İnşaatın direktoru olaraq inşaat sahəsində fəaliyyət göstəririk. Yəni inşaatın bütün sahələrində fəaliyyət göstəririk. Əla. Gözəl. Bizim inşaat olaraq bir çox layihələri danışdıq. Bundan mən çox fəxr edirəm. İstəyirəm ki, bir daha həmin mövzulara toxunaq. Kristal İnşaat olaraq Qarabağdakı hansı işləri görürsüz, Bakıdakı hansı işləri görmüsüz, dövlət qurumlarında xidmətləriniz, belə bir xatırlatma eləyək üstündən. Bizim Crystal İnşaat olaraq demək bizim fəaliyyətimiz elə dövrə düşüb ki, 2018-ci ildə təsis olunub. Daha çox işğaldan azad olmuş torpaqlarda iş görmüşük 2020-dən bu tərəfə. Zəngilan hava limanının tikintisində, Zəngilan Horadiz yolunun tikintisində, sonra Zəngilanda Ağalı otelinin tikintisini tam şəkildə icra eləmişik. Ondan sonra müəyyən rayon prokurorluqlarının tikintisidir. Ağdamda yaşayış binalarının tikintisi,
Şuşada hal-hazırda davam edən layihələrimiz yaşayış binalarının tikintisidir. Sonra Bakı şəhərində İdman Akademiyası. Üzrsən, Bakıya keçməyə bir sual gəldi ki, Qarabağdakı D4 masivinin tikintisi bitibmi? Namiq bəy soruşur. Xeyr, bitməyib, davam eləyir. Bəli. Təşəkkür Namiq bəy. Bəli, davam eləyir. Hal-hazırda da tikdiyimiz layihələrdən Bakıdan danışırdıq. İdman Akademiyasının qapalı su hovuzu var. Onun inşasını biz eləmişik tam şəkildə. Olimpiya. Bəli. Bəli. Onun da standartları var. Bəli, standartlar var. Neçə idi? 19 metr idi deyəsən, təxmini. Məncə 19 metr olmalıdır, bəli. Tam elə idi 19 metr yadımda, tam yadımda, bəli. Hə. Bir sıra digər işlər və ən əsas da Xankəndidə dram teatrının bərpasını biz işləyirik, tamamlayırıq və digər xırda layihələrimiz var. Görün, bu layihələr adı ümumidir, amma hər biri ayrı bir enerji, ayrı bir tikinti, ayrı bir məsuliyyət, ayrı bir peşəkarlıq, başqa formatda komanda. Sizin həm də peşəkarlığınız uğurlu şirkətlərin ən güclü tərəflərindən biri odur ki, düzgün insanla, düzgün məhsulla işləməyi də bilməlidir. Mal material başqa, komanda başqa. Yəni təşkilatçılıq qabiliyyəti yaxşı olmalıdır. Bir də bir misal, bir məsələ soruşaq sizcə. Bizim yerli alıcılar daha çox binanın yerləşdiyi ünvana baxırlar, yoxsa keyfiyyətinə? Mən deyərdim ki, özüm də alıcı gözünə baxsam, ilkin olaraq adam fikirləşir ki, daha çox yerinə baxasan, sonra keyfiyyətin, sonrakı mərhələdə baxırsan keyfiyyətinə. Çünki ilkin baxışdan keyfiyyəti görənmirsən. Sən alıcı olaraq fikirləşir ki, mən bunun yerinə baxım, hardan alım, mən rahat olsun. Bir də komfortuna baxır. Bu binanın, yaşayışın parkingi varmı, yaşıllıq zonası varmı, ərazisində uşaqların oynamaq üçün, insanların dincəlmək üçün istirahət yeri varmı? İlkin olaraq üstünlüklə bunlar tutulur, sonra keyfiyyət. Əlbəttə keyfiyyət daha öncə gəlməlidir. Sadəcə insanlar alıcı olaraq birinci ona fikir verir, onu görür. Bir insan binanın artıq hazırdır. Keyfiyyətini sonradan necə bilə bilir? Hansısa bir sənəd varmı tələb edeyim? Ya da bir sorğu varmı? Mən necə bilə bilərəm ki, bu bina doğrudan çox gözəl tikilib? Bəli, sənəd olaraq, çünki bina tikildikdən sonra istismara buraxılış aktı vardı, bunlar alınır. Bunlar da dövlət orqanları tərəfindən gəlirlər, yoxlanılaraq, dəmir betondan tutmuş, metal konstruksiya, hər bir şey yoxlanılır. Yanğına qədər hər bir şey yoxlanır. Təhlükəsizlik. Bəli, istismara buraxılış aktı təqdim olunur. Yəni o keyfiyyət olmasa, düzgünlük olmasa o aktı ala bilmirsən. Hətta belə deyim də, böyük risklərdən biridir bu. Bəli, eynən. Mən artıq baxıram saata, necə də sürətlə gəlir keçir vaxt, heç elə bil ki, 1 saat indi başlamayıb. Son 3-4 dəqiqə zamanımızdan yararlanıb hansı mövzulara toxunmaq istərdiniz? Bugünkü gün efirdə varmı, yoxsa bütün mövzuları əhatə etdiyi maşallah? Məncə etdiyi bütün mövzuları inşaat sahəsində mən onu deyərəm ki, firmalara, yəni bir tövsiyə kimi də özümüzdən götürərək, yəni işlərini görəndə hər kəs mən fikirləşirəm ki, keyfiyyətlə görməlidir, dürüst olmalıdır, düzgün görməlidir və etibarlılıq qazanmalıdır. Onda da yaxşı məsələ. Hətta sağlam rəqabət də formalaşır. Bəli, eynən. Və vətəndaşların da məncə mənəvi haqq sahibləri, vətəndaşlarımız da mənəvi haqq sahibidir ki, yəni pulunu verib də yaxşı binada da qalsın. Niyə də yox? Sizə uğurlar arzu edirik. Paytaxt Bakıda, Qarabağımızda, Ümumi Respublika, ölkə xaricində bütün layihələrinizə uğurlar arzu edirik. Təşəkkür edirik. Şirkətinizin rəhbərləri başda olmaqla bütün komandaya mən salamlarımı, ehtiramımı bildirirəm. Çünki çox güvənirəm sizə. Həqiqətən də işinin belə deyək, haqqını verən insanlarsınız. Məşhur filmdə olduğu kimi arzu edirəm ki, həmişə istiqamı belə saxlayasınız. İnşallah həmişə belə davam edərik. Sizə də uğurlar arzulayırıq. Verilişiniz davamlı olsun, uğurlu olsun. Birlikdə, sizin kimi dəyərli dostlarla birlikdə verilişimizin dəstəkçilərindən birisiniz və çox xoşdur ki, sizin kimi pis yaxşıdan seçənlər də bilirlər ki, kimlə çalışmaq lazımdır. Hörmətli dostlar, mən Kamran Yaradanquliyev ilə mikrofon önündə. Elgün Məmmədov bizlə birlikdə idi. Kristal Şirkətlər qrupuna məxsus olan Kristal İnşaatın direktoru. Bir daha uğurlar və efirimizin sonunda bugün də istisna deyil, hər birinizə zehni huzur arzu edirəm deyərək Allah əmanət olun. Arzum var ürəyimdə.